istəyirlər. Yox, sp3 istəyiriz. Əgər deməli burada karbon istəyir bizdən. O da karbon sayda 6 dənədir. 91-də həmin qaydadır. Gəlin 92-yə baxaq. Divinil molekulu yazıram. CH2 2 xətt CH 1 xətt CH 2 xətt CH2. Bu bizim divinil molekulumuzdur. Orbitalını tapanda rabitəni tapırsınız, onu 2-yə vurursunuz. Gəlin rabitənin sayını tapaq uşaqlar. 11 rabitə var burada. Baxın 2 dənəsi burada, ikisi burada 4, biri burada 5, biri burada 6, 7, 8, 9, 11. Sigmalı pili cəmi 11 rabitə var. Orbitalını tapmaq üçün 11-i 2-yə vurasınız. 22 eləmiş oldu 92-də D variantı. 93-də izopreni mən deyim, siz orbitalını oradan tapın. İzopreni belə çəkirsiniz. Karbon 2 xətt 1 xətt karbon, yenə 2 xətt karbon, bir də aşağı 1 xətt karbon. Burada hidrogenlərini tamamlayın və oradan rabitənin sayını tapın və vurun 2-yə orbitalını tapmış olasınız. 94-də stirol molekuluna kimyəvi rabitələrin yaranmasına ki, hibridləşməmiş orbital iştirak eləyir. Yəni bizdən qeyri-hibridini istəyir. Yəni hidrogen üstünə gələsiniz 2 dənə pi-ni. Hidrogen üstünə gələsiniz 2 dənə pi-ni uşaqlar. Bir də yadınızdan çıxartmayın. Stirolun yazsaq, stirolu biz. Stirol vinil benzoldur. Yəni bir dənə belə çəkirəm benzolu. Buradan da çıxarırsınız deməli karbon 2 xətt karbon. Aha. Deməli burada 8 dənə hidrogen olur ümumilikdə. Bax burada bir də burada bir həlqə var. Bu deməkdir ki 6 hibridləşməmiş elektron. 6 hibridləşməmiş elektron. Qeyri-hibrid yazaq da bir dəqiqə. 6 qeyri-hibrid elektronu var burada. Üstə də gələsiniz bir dənə 6-nı. Yadınızdan çıxartmayın ha 6-nı. Yaxşımı? Hidrogen sayı eləyir burada. Stirol benzolun qısa şəkildə belə yazılır. C8H8. Deməli hidrogenimiz nə qədərdir? Burada 8 dənədir. Pi-miz uşaqlar. Bir dənədir. Çünki baxın burada bir dənə pi var. Gördünüz? 2-ni də 1-ə vurdunuz, 2 eləyir. Üstünə də gəlsin 6-nı. Eləyir 16. 94-də D variantı. 95-də həmin qayda ilə həll edirsiniz. Yəni üstünə 6 gəlməyi unutmursunuz. 96-da nə deyir? Hansıra verilmiş molekula da soldan sağa valent bucağı artır. Bir dənə yadımıza salaq bucaqları. SP2 neçə dərəcə idi uşaqlar? 120. SP3 neçə dərəcə idi və SP neçə dərəcə idi? Deməli, aha 96-cı sualı baxın uşaqlar. Deyir soldan sağa artır. H2-onunki 104 dərəcə 5 dəqiqədir. NH3-ünki 107-dir. CH4-ünki 109 dərəcə 28 dəqiqədir. Cavabımız A variantı uşaqlar. Daha sonra 97 ondan da 98-ci suala baxaq. Nə deyir? Deyir sigma rabitələrinin sayını verir və ona uyğun sinifi müəyyən deyir. Baxın 3n-6. 6 görsəniz bilirsiniz ki, bu benzolda. Çünki formul belədir də. CnH2n-6. Sigma rabitə nə idi? Toplayıb 1 çıxırdıq. Nədən toplayıb 1 çıxanda 3n plus 1 eləyir? Alkanda da çünki 3n plus 2 alkandır. Alkenda 3n CnH2n-dir, yəni 3n-dir. 1 çıxanda 3n minus 1 qalır. Deməli cavabımız nə oldu? A variantı oldu. Gəlin buna da baxaq. 3n minus 2 olan nədir ki? 1 çıxırlar, 3n minus 3 alıblar. Bu deməli bizdə alkenlərdir. Bir dəqiqə özür sayın. Aha, deməli sigma rabitələrinin sayı 3n-3. Deməli nəyi? 3n-2 imiş ki 1 çıxıb 3n-3 alıblar. Bu alkadiyen təbii ki də 3n-2. Alkin də ola bilər. Çünki alkin 3n-2-dir. Benzol bir dənə çıxırıq. Nə 3n plus 3n. Bir dənə trikl alkan bildik ki istisnadır. Nədir odur? Deməli 3n-1-də 3n-3n imiş ki 1 çıxıblar. 3n-1 alıblar. Bu da bizdə alkendir. CnH2. 9-da C variantı oldu. Baxaq 100-cü suala.
Aha, deyək ki 12 hidrogen atomu alkadiyen 1,3 molekuluna C karbon atomu sp3 hibrid vəziyyətindədir. Alkadiyeni yazıram mən formulunu. CnH2n-2. 2n-2-ni bərabər elərəm 12-yə. N-i buradan tapıram ki 7. Yəni formulum C7H12 imiş. Düzdürmü? Və biz bilirik ki alkadiyenlərdə iki dənə iki qat rabitəmiz var. Niyə? Çünki 1 ilə 3-ə görsüz deyib ki 1 ilə 3. Aha, formulumuzu aldıq ki biz C7H12-dir. Düzdürmü? İndi gəlin biz çəkək. 1 ilə 3-dən də 2 qat rabitə çıxarın deyir. Gördünüz. 3-dən oldu mu? 7-dən olmalıdır karbon. 4 dənə, 5 dənə. Biraz daha böyük yerdə çəkim. Dəqiqə gözləyim. Bir, 2, 3, 4, 5, 6, bir dənə çəksə 7 dənə. Aha. Deyir neçə karbon sp3 hibrid vəziyyətindədir. Baxın, birinci sp2-dir, ikinci sp2-dir, üçüncü sp2-dir, dördüncü sp2-dir. Bu sp3-dür, bu da sp3-dür, bu da sp3. Deməli, son 3 dənəsi sp3 oldu. 108-də həmin qayda, 108-də 101 həmin qaydadadır, 102 həmin qaydadadır, 103-ə baxaq. Hibridləşməmiş deyir. Hibridləşməmiş nə idi? Qeyri-hibrid, yəni nə? H üstə gələk 2pi deməkdir. Və bizə nə istəyir? Alkin. Alkinin formulunu çəkirəm mən, yazıram mən. C yazıram mən, çəkirəm mən. C'nin H2n-2. Düzdürmü? Qeyri-hibrid hidrogen sayı nə qədərdir? 2n-2. Alkinlərdən 2 dənə pi var, 2 dənə pi var. 2-ni də 2-yə vursuz 4. O da elədi 2n+2. Hansı variant? B variantı. 104 deyində, prosto 104-də alkenin formulu CnH2-dir. O şəkildə həll edirsiniz. Qeyri-hibrid düsturunda yazın. Hidrogen üstə gəl 2pi. Alkenlərdə bir dənə pi rabitə var. 105-də nə istəyir bizdən? Karbon atomlarının sayı n olan doymuş bir atomun spid molekulunda cəmi neçə sigma rabitəsi var deyir. Deməli, uşaqlar, spirdlər yazılır, bir atomludursa, əgər soruşursa bizdən CnH2n plus 1 OH. Gəlin bunu başqa cür yazsaq. CnH2n plus 2 O. Düzdürmü? Uşaqlar, aha, indi baxın, qeyri-polyar n-1-dir. Niyə? Çünki qeyri-polyar kovalent rabitə eyni növ atomlar arasında olmalıdır. Yəni karbondan bir vahid az olacaq. N-1. Polyarda uşaqlar 2n plus 2 üstə gəl bir dənə də oksigeninkidir. Yəni 2n plus 3-dür. Bunu toplayırsınız, cəmi edir 3n plus 2. Belə. Və yaxud da biz bilirik də sigma rabitəni tapanı yenirsiniz. Ümumi atomdan bir vahid az olmalı, düzdür. Heç də ümumi atom 3n plus 3-dür. Bir vahid az 3n plus 2-dir. Doymuş ki atomun spirdlərində formulunu yazın. Burada da atomlarını toplayın. Bir vahid çıxın. Bir dənə çıxın. OH2. Gəlin 107-yə baxaq. Nə deyir 107-də? Vinil asetilen molekulunda olan rabitələrin sayı hansı halda doğrudur? Gəlin vinil asetileni yazaq. Vinil asetilen belə yazılır. CH2, 2 xət CH, 1 xət karbon, 3 xət CH. Niyə belə yazdıq? Bu asetilendir, bu da vinildir, birləşdirdik. Bu o deməkdir ki SP. Bu nə deməkdir? PP. Bu da P. P'nin sayıdır bu. Bu da hibrid S sayıdır. Deməli, birinci onu demək istəyir ki sən tap bizdən
hidrogenin sayını. Çünki S-də, S hidrogen sayıdır. Aha, S sayını, hidrogen sayını gəlin tapaq. 2, 3, 4 dənə. Deməli, hidrogen 4 dənədir. İkincidə pi-nin sayını istəyir. Bir dənə pi buradadır. 3 dənə xəttdən də ikisi pidir. 3 dənə pi oldu. Cavab çıxdı ki, A variantı. Amma 3-ə də gəlir. 3-də nə demək istəyir? 3-də deyir ki, karbon-karbon arası xəttlər. Karbon-karbon arası bir dənə burada, bir dənə burada 2, bir dənə də burada 3. A variantı. Amma sigma olsun. Pi ola bilməz. 108-də xlorpreni çəkim, ona saysan siz tapın. Xlorpren belə yazılır. Baxın, bu şəkildə yazılır. İndi gəldik 109-dan. Deyir, alifatik karbohidrogenlərin homoloji sırasında N3-dən böyük olarsa, onların molekulunda hansı hibrid vəziyyətində karbon atomları ola bilər? Gəlin biz tapaq görək ki, 1 nədir, 2 nədir, 3 nədir? Uşaqlar, 2 alkendir. Çünki mən deyirəm ki, tutalım ki, formalım alkenlərin bilirəm ki, CnH2-dir, düzdürmü? Yəni, nisbət həmişə 1-in 2-yədir. Yəni, N-i 2-yə böləndə həmişə 1-in 2-yə olur. Yəni, məsələn, C2H4 və yaxud C3H6 4-ü də 2-yə böləndə 2 eləyir. 6-ı da 3-ə böləndə 2 eləyir. Nisbət dəyişmir. Ona görə 2 oldu bizdə nə? Alken. Aha. İndi gəlin 1-dən 3-ə baxaq. 1-ə alkan deyərəm. Niyə alkan deyərəm? Alkanların formulu necədir? CnH2n plus 2. Düzdürmü? Mən bir deyirəm ki, məsələn, CH4. Bir də deyirəm C2H6. Bu ikisi də alkandır. Düzdürmü? Bunu ixtisar aparanda bu CH3-ə düşür. Bu CH4-dür. Baxın. N sayı artdı, amma hidrogen sayı azaldı. Gördünüz, tərs asılıdır. Deməli, bir nə oldu? Alkan. 3 isə alkadendir. Və yaxud da alkinə deyə bilərsiniz. Yəni, formul CnH2n-2-dir. Baxın. CnH2n-2. Üstün yazım. CnH2n-2. Məsələn, deyirəm ki, C4, düzdürmü? H4 2 vurur 8, 6. C4 H6. Bir də deyirəm 5. C5. 5 2-yə vuram 18. C5 H8. Düzdür, hidrogen artdı. 6 idi 8 oldu. Bu da oldu nə? Alkaden ya da alkin. Alkaden yazdıq. Alkin də ola bilər. Birinci oldu nə? Alkan. Alkanlarda bir dənə olur sp3. Başqa ola bilməz. Çünki alkana bir dənə tək xəttdir. İkinci alken. Alkenlərdə sp ola bilməz. Çünki sp3 qatda olur. Alkenlərdə yalnız 2 qat var. 3-ü çıxsaq, uşaqlar qalır 109-da D variantı. Amma alkadendə 2 qatda olar, 3 qatda olar, tək qatda ola bilər. Gəldik 110-cu suala. Deyir, benzol molekulunda karbon atomları arasında hansı rabitələr mövcuddur? Uşaqlar, bax, 6 elektronlu ümumi pi rabitə var. Bu, heç bunu götürdük. Bir də uşaqlar, benzolda 6 dənə də sigma var. Karbon atomları arasında. Baxın, karbon atomları arasında. Gəldik 111-ə. Propin molekulu belə yazılır. Hidrogenlərini tamamlasaq, bura bir H yazıram, bura heç nə yazmıram, burada H3 yazıram. Pi rabitəm 2 dənədir. Sigmada 1 burada, 1 burada 2, 1 burada 3, 3'ü də burada 6 dənə D variantı oldu. 112, izopreni yazaq. İzopren digər adı da uşaqlar 2 metil butadiyen 1,3-dür. İndi çəkim göstərəcəm niyə 2 metil butadiyen 1,3-dür. Baxın, izopren belə yazılır. Gördünüz? İkincidən metil çıxdı. Butadiyen birincidən və üçüncüdən 2 qatdır. Gördünüz? 2 metil butadiyen metil də bu CH3-dür. İndi bizə nə istəyir? Karbonların vəziyyətlərini istəyir. Bu sp2-dir. Bu da
sp2-dir. Bu 3 qatdır da 2 qatdır. 3 qat yazmışam bura. Hələ mən 3 qat oxuyum. sp2-dir. Bu da həmçinin sp2-dir. Bu nədir? sp3. Deməli 1 sp3-dür, 4 də sp2-dir. Y variantı. 113-də almaz hansı halda almaz və metanda karbon atomları hibridləşmə vəziyyəti doğrudur? Uşaqlar yadınızda saxlayın. Almaz sp3-dür. Yadınızda bundan bir dəfə əvvəlki testdə demişdik. Almazdamız tək xəttdir. Tək xətt isə sp3 deməli. Karbon uşaqlar. Yadınızda saxlayın. sp-dir. Qalanları, yəni fillərən falan, bunlar da sp2-dir. Yaxşımı? Deməli, almazımız sp3 oldu. Metanımız da bildiyimiz kimi CH4. Metanda da hamısı tək xəttdir, yəni o da sp3 oldu. Y variantı. 114-də etilen və asetilen. Etileni yazıram. CH2 CH2 kimi yazılır. Asetilen isə CH 3 xətt CH2. Burada 2 xətti gördünüz. sp2-dir deməli. 3 xətt isə nədir? sp-dir. B variantı. Davam eləyək. 115-də stirolda demişdi uşaqlar 8 dənə sp2'miz var. Vinil benzol idi stirolun digər adı da. Tololda 6 dənədir çünki benzolun başına bir dənə CH3 çıxır. CH3 də sp3'dür. Gəldik 117-ci suala. Sikloalkan X və Y-dəki sigma rabitələrinin nisbəti 3-ün 5-ədir, Y-in 70-dirsə, X sikloalkanın formulunu müəyyən edin deyir bizə. Nisbəti Meridon 70-dir. Sikloalkan necə yazılır? İstəyən H-gen kimi. Yəni 14N deyir ki, bərabərdir 70-ə. Buradan N-i tapıram ki, neçədir? 5-dir. Düzdürmü? Tapdım 5-dir. Yəni bizim formulumuz C5H10 imiş. Deyir ki, formulunu müəyyən edin C5H10. Amma bu C5H10 Y-indir. İndi baxın, burada C5H10'da 2 dənə sigma var, 15 dənə. Bizə sigma rabitənin nisbətini istəyən Y, X bölə Y, 3 böl 5-dir. X-inkini bilmirəm, amma Y-inkini bilirəm ki, 15-dir. Bərabərdir 3 böl neçəyə? 5-ə. Buradan da X eləyir 9. Deməli, X-də 9 dənə sigma var. Yəni 3n bərabər 9-a, sigma rabitənin cəm 9-da deməkdir axı. 3n. N-də 3 eləyir. C3H6 D variantı. Alkanda həmin qaydanın həliyiz, amma alkanda sigma rabitələr toplayıb 1 çıxırsınız. Baxın, formul belə deyil. CNH2 plus 2. Sigma rabitə burada CNH2 plus 1-dir. 119-a gəlin baxaq. Deməli, alüminium 4C üstünə su gəlir. Buradan alınır alüminium OH3, bir də CH4. Deməli, X CH4. CH4 550 dərəcədə parçalananda alınır bizdə CH4. CH4 üstünə də H2 gəlsə alınır C2H6. Yaxşımı? Baxın. CH4 550-də parçalanır, CH2 alındı. 1000 dərəcədə parçalanır, karbon üstəgəl H2 alınır. 1500-də isə CH2 alınır. İndi baxın, deyir Z molekulunda sp2, sp3, sp3 ortulması hesabına yaranan rabitələrin sayını müəyyən. CH6 belə yazılır. H3 buradan. H3 buradan. Bu da sp3'dür. Bu da sp3'dür. İkisi nə oldu? Bir dənə oldu. 120-yə gəlin baxaq. Deyir, hidrogen kütlələri bərabərdir. Amonyak necə yazılır? NH3. Etan yazılır C2H6. Metan yazılır CH4. Burada hidrogen kütləsi 3, burada 6, burada 4. Necə bərabərləşdirərik? Bura 4 yazaram, 12 olması üçün. Bura 2 yazaram, bura 3 yazaram. Gəlin hibrid orbitallarının sayını tapaq. Burada NH3-də bir dənəsində 4 dənədirsə, 4 dənəsində 16 dənə olur hibrid orbitalı.
C2H6 həm də belə tapa bilərdik. NH3 sp3 deyil uşaqlar. Baxın NH3 sp3-dür da. 4 dənə sp3 var. Birində sp3-ün üstü cəmi 4 eləyir. Etan C2H6 o da həmçinin sp3-dür. 2-ni 4-ə vursaz eləyir 8. 8-də 2-yə vurasız eləyir 16. Çünki qabaqda 2 var axı, baxın. Bu 2. Aha. CH4'də uşaqlar. 3'ü 4'ə vurasız. Eləyəcək 12. 4'ü hardan aldıq? CH4'də sp3'dür. N1 N2'yə bərabərdir, böyükdür N3'dən D variantı. Deməli, Tololda biz bilirik ki, uşaqlar. Aha, 124'də. Deməli, SP2 biz bilirik ki, uşaqlar, bunlardan 6 dənəsi SP2 olur, düzdürmü? Baxın, 6 SP2. Üstü neçədir? 3 dənə. 6-ın çavurda 18. Deməli, ya 7 ya da 7. SP2, SP2 biz bilirik ki, həmişə 6 dənə olur. SP2-dəki S o deməkdir ki, uşaqlar, bu 5'dir. Niyə 5'dir? Çünki bu da CH2'dir. Bu da. Amma bu CH''dır. Çünki bir yerdə yuxarıda CH3 ilə birləşir. Bax, ona görə bu oldu 5 dənə hidrogensə. Davamındakı 125'də həmin sualdandır. 126-127'dən işləmiş uşaqlar. Gəlin biz 128-ci suala baxaq. Qeyaki molekulunda qeyri-polyar kovalent rabitə adı su ilə reaksiya alınan maddənin molekulunda qeyri-polyar kovalent rabitənin sayı isə X-dır. Yəni CH2-ni biz su ilə reaksiya aparsaq, baxın CH2-nin üstünə su gəlsək, alınır aldehid. Yəni CH, bu niyə R yazılır? CH3 COH. Bu yazılır belə, yəni açıq şəkildə yazaq. 3 xəttlə yazırıq. Aha, bu şəkildə. Bu isə yazılır belə. Yaxşımı? İndi nə deyir? Deyir ki, qeyri-polyar kovalent rabitə sayı 3 dənədir. Karbon-karbon arasında 3 xətt var. Bəs su ilə reaksiya alınan maddədə qeyri-polyar kovalent rabitə sayı neçədir? 1 dənə. Yəni karbon-karbon 1 dənədir. İndi biz X nəyə bərabərdir? 3'dən 2 çıxsaq X eləyər, değil mi? A'dan 2 çıxsaq X eləyər. O da D variantı. 139'da amonyakın sintezi reaksiyasına qırılan və əmələ gələn maddələri müəyyən edin. Amonyakın sintezi o deməkdir ki, sən N2'nin üstünə gəlirsən H2 alınır NH3. Amonyak belə yazılır. Buralarda hidrogenlər olur. Hidrogen belə yazılırdı HH. Azot isə bilirdiniz ki 3 xətt. Deməli pi rabitə qırıldı, alındı sigma rabitələr. Pi rabitə qırıldı. Deməli qırılan pi rabitədir 2'dir. 2 qırıldı. Əmələ gələn rabitə isə deməli oldu bizdə S və P. Yəni 1. Əmələ gələn yalnız 1'dir. Baxın 1. Ya budur, ya da budur. Bu qırılmadı. 3 niyə qırılsın ki? Ona görə D'ni çıxardırıq. Qalır bizdə A variantı. 2, 4, 5. Baxın 5 də qırılır. Çünki hidrogen SS idi. Bu da qırıldı. 4 də qırıldı uşaqlar. 4 də qırıldı. Ona görə qaldı cavab A variantı. 31 tərsinədir. Gəldik 32-ci suala. Aha. Baxırıq 133-cü suala. 133-cü testdə. 133-cü testdə X verib, Y verib.
Deyir ki, X, Y və Z karbohidrogenə hər birinin molekullarında 7 karbon atomu varsa, həmin molekullardakı sigma sp3 asid rabitələrinin sayını müəyyən edir. Uşaqlar, baxın, X heptandır. Yəni, yazarsınız C7, H16. Bundan bir dənə hidrogen çıxan nə qalır? C7, H14, düzdürmü? Deməli, Y, C7, H14. Bəs, C7, H14-dən 3-dən hidrogen çıxan nə qalır? C7, H8. Və yaxud da C7, H16-dan 4-dən hidrogen çıxan nə qədər qalır? C7, H8. Eyni şeydir. İndi bizə deyir ki, siz sp3 asid tapın. Yəni ki, deməli C7H16, buradan aldıq C7H14, buradan aldıq C7H8. Sadəcə formullar qeyd elədik. Uşaqlar, C7H14 alken deyil, sikloalkanı qapalı quruluşdadır və qapalı quruluşda olduğuna görə burada elə S hidrogenin sayı 14 olur. Deməli 14 də seçdik. Sonra biz 3 dənə hidrogen qoparsaq bundan bizdə alınır toluol. Toluol belə yazılır uşaqlar. Karbon, CH, 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 CH və CH. Yaxşımı? Dairəni çəkirik. Və bir dənə də uşaqlar buna tololda CH3 də olur bir dənə. Bunlar hamısı biz bilir ki SP2, SP2, SP2'dir. Bir dənə bu CH3, SP3'dür. SP3'də də neçə hidrogen var? 3 dənə. Ona görə cavabımız olur A variantı. 134'ə baxaq. Deməli, hidrogen atomlarının sayını deyib A-dır. Qeyri-hibrid orbitallarının sayı B-dir. Pi rabitələrinin sayı C-dir. Biz bilirik ki, qeyri-hibrid orbitallarının sayı bərabərdir. Yəni B bərabərdir. Hidrogen üstə gələk. 2 dənə pi, 2 dənə C yəni. İndi bizə nə istəyir? C-ni istəyir. C bərabər, yəni 2C bərabər B çıxaq A. C-ni tapanda B çıxaq A bölək 2. Hansı variantdır? Yenə C variantı. 135'də deyir ki, 2 dənə pi rabitəsi var. Uşaqlar, burada bir asetilində 2 dənə rabitə var. Bir də propində 2 dənə rabitə var. Çünki bunlar alkinlər qrupuna aiddir. Alkinlərdə 3 qat rabitə var. 3 qat rabitənin də ikisi pi olur. Gəlin 137'yə baxaq. Deməli, deyir, doğru olanları müəyyən edin. Suda SP3-dürmü? Bəli, düzdür bu. CH4 SP3'dür, bəli, bu düzdür. NH3 SP2-dir, xeyr, SP3'dür, tək qatdır. CO2-də SP-dir uşaqlar, çünki belə yazılır. SP-dir, bu səhvdir. C2H4-də də SP2-dir, çünki belə yazılır, 2 qat rabitədir. Deməli, 1, 2 və 5 düzgün cavab oldu. 138'də hibrid orbitallarının sayı verib. Rabitələrin yaranması iştirak hibrid orbitallarının sayını verib. Deməli, hibrid orbitallarının sayı A-da 4 dənədir. Niyə? Çünki NH3 nədir? SP3'ün üstü basaq 4 eləyir. İştirak edən hibrid orbitalların sayısı 3'dür. Çünki baxın H gördünüz 3 dənədir burada. Sonra bu. Bu da yine həmçinin SP3 4 dənədir, amma burada da 2 dənəsi iştirak edir. Bu şəkildə müqayisə eləsək görərik ki, cavabımız 1 A-la C bərabərdir. 4 B D-dən böyükdür. Bir də 6 C də D-dən böyükdür. 139'a nə deyir? Eyni sayda SP3 olsun. Baxın. Propanda neçə dənə SP3 var? 3 dənə. Propen alkendir. 2 SP2 olur, 1 SP3 olur. Propin, bu da 3 qatı belə çəkirik. Burada bir dənədir. İzopren də çoxdur. Ona görə cavabımız 2, 3. Aha, Bəhrıq 141'ə deyir ki, molekul rabitənin orbitalların örtməsi mərcənməsinə əks etdirən sxem bunlardır. Baxın, birinci
pp'dir, yəni p-ni seçərsən. İkinci də sp-dir, yəni məsələn hidrogenlə karbon arasındakiləri seçərsən. Üçüncü nədir? Karbon arasındakı olanları seçərsən. Gəlin, yəni bu üçü də olsun deyir x-da. Hansı maddə ola bilər? Baxın 2-yə. Etin. Etin necə yazılır aşağılar belə? Karbon arası da var, karbon hidrogen də var, pi rabitəsi də var. İkisi də olmalıdır. 3-ə baxsaq buten 1. Bu da həmçinin pi də var, karbon da var, karbon hidrogen də var. Bir də götürürsüz 4-ü, divinil. Divinil də belə yazılır. CH2, 2 xət, CH, 1 xət, CH, 2 xət, CH2. Daha sonra bunlardan yazdıq. Gəlin 145'ə baxaq. Aha. Bunlardan heç işləməmişik. Gəlin birini yazaq. Deməli baxın uşaqlar. C4H6-nı yazıram mən. Karbon. Aha, bura 1H, bura yazılmır heç nə. Bura 1H2, bura H3. Nə deyir indi? Deyir ki, karbon 3 qət deyirəm. 3 xət 200. Bir dənə daxam 3 xət. Üstünə gələk. Karbon neçə dənədir? 2 dənə. Karbon tək xət deyir çünki. Baxın, o bizdə 2 dənədir. Ona görə 2-ni vururuq 85'ə. Üstünə gəlirik. Karbon hidrogen 1 buradadır, 2 buradadır, 3 buradadır. 6 dənədir. 6'ını da vurursunuz 100'ə. Eləməlidir 970. Sonra 146 həmin testi, 147 həmin testi. Gəlin 148'ə baxaq. Deyir molekulda karbon atomlarının sayı bərabərdir, ikisində də n-dir. Hibrid orbitalların n sayı birində x-dır, birində y-dir. X y-ə bölündə 0.5 eləyib. Alki molekulunda sigma rabitələrinin sayını tapın deyir. Baxın. Formulu yazıram alkində. CnH2-2. Alkanı da yazıram. CnH2+2. Yazdım. İndi hibrid orbitallarının sayına baxaq. Bunda 4n-4'dür. Amma doymuşlardı 4n-dir. Alkan doymuşdu axı. Hə. İndi bizə nə deyir? Böləndə deyir 0.5 alınsın. Hibrid orbitallarının sayını tapanda karbonun sayını 4'ə vururuq. Çıxırıq 2 dənə pi-ni. Baxın, CnH2-2'də 2 dənə alkinədə 2 dənə pi var axı. Ona görə 2-2'yə vurdum 4 çıxdı. Amma alkanlarda pi yoxdur elə 4'dən yazdıq. Ondan sonra bunu böləndə uşaqlar 4n-4'ü 4'ə bölüb 0.5'ə bərabər eləyəndə siz tapırsınız ki n eləyir buradan 2. Yəni bu C2H2'dir alkinimiz. Alkanımız da C2H6'dır. Bizdə nə istəyir? Alkinin sigma rabitənin sayını istəyir. Alkini yazıram quruluşunu. Aha, sigma rabitə. Biri burada, biri burada 2, biri də burada 3. Çaldı 3. Cavabımız 3. 149'da həmin qayda. Gəlin 150'yə baxaq. Nə deyir? Deyir, kimyəvi rabitələrin yaranmasına iştirak edən s orbitallarının sayı pi rabitələrin yaranmasına iştirak edən p orbitallarının sayının 2 dəfə çox olan kumul olmuş alkadiyen molekulunda sp3 hibridləşmə vəziyyətində neçə karbon atomu var? Aha. Deməli, baxın. Nə edirsiniz burada da? Kimyəvi rabitələrin yaranması iştirak edən s orbitallarının sayı p rabitələrin yaranması iştirak edən p orbitallarının sayının 4 dəfə çox olan kumul olmuş alkadiyen molekulunda sp3 hibridləşmə vəziyyətində neçə karbon atomu var? Siz bilməlisiniz, birinci p rabitələrin yaranması iştirak edən p orbitallarının sayı 4'dür. Çünki bir pi-də 4 orbital. Düzdürmü? 4. S orbitallarının sayı. Alkadinlərin formulu belədir. CnH2n-2. Burada S orbital sayı hidrogen sayıdır. Yəni 2n-2 deyir, bayaq biz tapdıq axı p rabitəsində iştirak edən p orbitalların sayı 4'dür. Ondan 2 dəfə çoxdur, yəni 8'dir. Buradan isə n eləyir bizdə 5. Deməli, bu alkadiyenimiz belə yazılır.
S5 H8 düzdürmü? Aha. Bunu da çəksək. 3, 4 və 5. Düzdürmü? Bu SP2-dir. Bu SP2-dir. Bu SP2-dir. Bu SP3-dür. Bu da SP3-dür. Deməli, neçə dənə SP3 birləşmə vəziyyətində karbon atomu var? 2 dənə. Neçə dənə SP2 var, neçə dənə SP var desə, baxın, ikinci SP-dir. Birinci, üçüncü karbon atomu isə SP2-dir. Sonra gəlin baxaq. 152-dən yazmışıq, 151-i yazdıq. 153 rahatdır, 154-ə baxaq. Baxın uşaqlar, polyarlığın artma sırasını göstərin desəm, H flor, H xlor, H brom və H yod. Uşaqlar, yuxarıdan aşağı polyarlıq azalır. Çünki elektromənfilik azalır. Yaxşımı? Polyarlıq azalır çünki elektromənfilik azalır. Artma sırasını istəyirsə biz aşağıdan yuxarıya baxırıq. Yəni H yod 3, sonra gəlir 4 H brom, sonra gəlir 1 H xlor, sonra gəlir 2 H flor.